Nağı Nağıyev, mənzil əhvalatı, hekayə. Bir dəfə dostum mənə gözün aydın sənə mənzil tapmışam. Özü də əntiqə, bəzəkli, qorulu, tək otaq, ayrıca yolu içində qazı, suyu filanı deyəndə sevincimdən onu qucaqlayıb öpmüşdüm. Axı niyə də öpməyəydim? Onun bunun evində gecələdikcə xəcalətimdən ölürdüm. Axı qonaq olar bir gün, 2 gün, 3 gün. Nə başınızı ağrıdım, o qədər cana doymuşdum ki, dostum bu xəbəri verəndə elə bildim, yeri göyü mənə bağışladı. Başladım sualı sual dalınca yağdırmağa. Dostum məni başa saldı ki, onun Əzimova familyalı bir tanışı var. Özü də evlər müdiridir. Dediyi əntiqə mənzili o düzəldir. Mən soruşdum, yəni baş tutan işdir? Dostum incidi başladı məni danlamağa. Sən də qərib adamsan ha. Mən səni tanımadığım adamın yanına apararam mı? Ürəyinə heç bir şübhə filan gəlməsin. Mənzil nəqd məsələdir. Çünki kişinin qızı mənə söz verib. Əzimova bizi çox hörmətlə qarşıladı. Tanış olduq, yer göstərdi, oturduq. Dostum nə üçün gəldiyimizi işarə ilə anlattı. O isə göz qaşla bizi başa saldı ki, otaqdakı adamlar getməyincə bir söz danışmayaq. Çox gözlədik, ancaq idarə boşalmadı. Biri getdi, o biri gəldi. Axırda Əzimova möhürünü kağıza büküb cibinə qoydu, bizə bir söz demədən idarədən çıxdı. Biz də qalxdıq. Elə bildi ki, bizimlə kənarda danışmaq istəyir. Onun dalınca çıxdıq. Küçədə də qabağını kəsən adamların hərəsinə biri ötəri cavab verib başından eləyəndən sonra dostuma dedi. Görürsən də, işdən göz açmaq olmur. Yaxşı, mən yoldaşı tanıdım. Sabah biraz tez gəlsin. Demişəm, verəcəyəm. Sabah getdim. Əzimovanı idarədə tapmadım. Gözlədim, gəzindim, nəhayət gəldi. Məni görsək, hə, gəlmisən, deyib salam verdi, cavab gözləmədən otağına keçdi. Onu gözləyən arvadlar da onun dalınca. Biraz da səbir elədim, axırda lap darıxıb içəriyə keçdim. Daha növbə gözləməyib dedim. Yoldaş Əzimova, mən tələsirəm. Hə, yoldaş, lap yadımdan çıxmışdınız. Sabah gəlin o məsələni həll eləyək. Bugün işimizin çox pis vaxtıdır. Mən yenə də kör peşman çıxıb getdim. Dostumu evində tapıb olan dedim. O yenə də məni inandırdı ki, Əzimovanı şəxsən görüb, ətraflı danışıb. Evlər müdiri hətta işin nə yerdə olduğunu da dostuma deyib ki, mənzili raysovetdən gizli saxlayıb, öz ixtiyarındadır. Bunu da deyib ki, ancaq dostluq xatirinə düzəldir, yoxsa elə ev haradan ələ düşər. 2 gündə gözlədim. Əzimovanın dediyi vaxt getdim. Yenə də köhnə hamam, köhnə tas. Özünü elə tutdu ki, elə bil məni heç tanımır. Dedim, yəqin qəsdən belə eləyir ki, gəlib gedənlər və idarə adamları şübhələnməsinlər. İdarədə yenə də adamlar qaynaşırdı. Danışmağa fürsət yox idi. Lap darıxırdım. Bayıra çıxıb papiros çəkdim. Hövsələm biraz özümə gələn kimi oldu. Yenə içəri keçdim. Əvvəlki kimi adamların biri gedib, biri gəlirdi. Gözlədim, axırda otaq boşaldım. Fürsəti fövdə verməyib soruşdum. Yoldaş Əzimova, bəs nə oldu? Necə olacaq dedi. Demişəm, düzəldəcəyəm. Çox gəlib gedirsən, yoxsa inanmırsan? Arada dost var, sədaqət var axı. Sən get yoldaşına de, qoy məni bir görsün. İstirahət gününün sabahı yanına getdik. Bu dəfə dostum da hirslənmişdi, çünki bu avaraçılığa görə ona tənə vurmuşdum ki, sən də hər sözə inanırsan. Deyəsən, dostun bizə kələk gəlir. Mən qabaq otaqda gözlədim, dostum evlər idarəsinə girib xeyli ləngidi. Axırda gülə-gülə çıxdı, mənə göz vurub yola düzəldi. Dalınca düşdüm. Küçəyə çıxanda yan yörəsinə baxıb balaca bir kağızı ovcuma bastı. Bu da evin adresi. Yanında pulum var, hələlik kirayə ilə ev düzəldib, sonra da çıxarıb pul verdim. Dostum tez aparıb çatdırdı. İdarədən çıxanda gözün aydın dedi. İşin lap düzəldi. İnşallah saat 5-də köçərsən təzə mənzilə. Səni evdə gözləyəcək. Təzə köçdüyüm otaqda məndən başqa 2 nəfər də vardı. Dərsə hazırlaşırdılar. Mən dönüb heyrətlə Əzimovaya baxanda o, narahat olmayın, dedi. Bunlar sizə bir gecəlik qonaqdır. Sabah gedirlər. Hə, pasportunuzu verin, aformit eləyim. Əzimova gedəndən sonra mən evin sahibi kimi otağı başdan ayağa nəzərdən keçirdim. Səliqəsi xoşuma gəlmədi. Otağı qaydaya salmaq fikrinə düşdüm. Üzümü stol başında oturanlara tutub, uşaqlar dedim, zəhmət olmasa biraz əl saxlayın, buranı qaydaya salaq. Gödək boy, sarı bəniz, biraz da qaraqabaq, gənc saymaz yana dedi. Mane olmayın, dərs hazırlayırıq. Söz məni tutdu. Biraz bərk danışmaq istədim, ancaq özümü saxladım. Gəmidə oturub gəmiçi ilə dalaşmaq nə üçün? Deyilənə qulaq asmaq lazımdır. O üzümə çəpəki baxıb,
Əlini boş çarpayı uzatdı və istehza ilə dedi: "O sən, o da sənin gəmin. Necə istəyirsən elə də səliqəyə sal." Qəşəng oğlan, adam acı-acı danışmaz. Çarpayı nədir? Bu gündən bu otaq mənimkidir. Onlar elə şaqqıltı ilə güldülər ki, yerimdə donub qaldım. Tər məni bastı. Nə deyəcəyimi bilmədim. Gənclərdən biri yoldaşına dedi: "Deyəsən bu da tora düşüb." Sonra üzünü mənə çevirdi. "Əzimova sizi aldadıb. Biz də sizin kimi pul verib adama bir çarpayı kirayə etmişik. Ancaq bunları sizə danışmağımızı o bilməsin, ha, yoxsa günümüzü göy əskiyə düyər." Onlara təşəkkür elədim, söz verdim ki, söhbət öz aramızda qalacaq. Səhər Əzimova ayağını pilləyə qoyanda ona yanaşdım. Başladım hirslə gileylənməyə, ancaq arvad ürəyimi boşaltmağa qoymadı. Elə danışdı ki, dediklərimə peşman olub sustum. Mənim kiridiyimi görən kimi başladı, nə başladı? "Bu nə sözdür? Çox sağ olun. Ancaq mən incimirəm, çünki arada dost var. Mən də sizi onun vasitəsilə tanımışam, bir onun xatirinə iş düzəltmişəm. Əgər narazısınızsa, gedib özünüzə başqa otaq tapa bilərsiniz. Bəs heç narahat olmayın, əmanətiniz məndə, nə vaxt istəsəniz hazırdır. Elə də şey olar, arada dost, tanış, çox ayıb olsun sizə. Məslək haqqı heç sizdən gözləməzdim." Əzimova məni lazımı qədər danlayandan, boynuma xeyli minnət qoyandan sonra əsəbi halda pillədən düşüb getdi. Mən də arxasınca baxa-baxa qaldım. Gedib dərdimi yenə dostuma dedim. Dostum mənə pulu geri alıb, yenə də onların evinə köçməyə təklif etdi. Onlara qayıtmaq mənə ölmə bərabər idi, ailəsi o qədər böyük idi ki, mənim orada gecələməyim hamısını narahat edirdi. Pulu, pasport alıb başqa mənzil axtarmağa qərar aldıq. Lakin Əzimova atlı oldu, biz piyada. Yaman get-gələ düşdük. Nə əmanətdən xəbər vardı, nə də pasportdan. Bu arada mənzil almaq üçün verdiyim ərizəmə cavab çıxdı. Məni təcili çağırırdılar. Yazmışlar ki, pasportunu da özünlə gətir. Ancaq atalar demişkən, meydan ələ düşmüşdü, at yox idi. Axır ki, Əzimovanı tapdıq, dostum vəziyyətlə onu tanış edib dedim. "Başa düşün, bizə ən vacib olan şey indi pasportdur. Hardadırsa, onu indicə alıb bizə qaytarmalısınız." Əzimova söz verib tələsik getdi. Dostum başına şah salıb yavaşca dedi: "Pasportu gətirəcəyinə gümanım var. Dərd pul dərdidir.